Təbiətin gözəlliyi. Qonaqlarımız da gəlib. Axılıdan. Yoxsa Edilli, Axılı. Hə. Bəh. Bulaq da bu Nivanın düz qabağında. Mən də üzü verə gedirəm. Yavaş. Kimsə deyə bilməz, qalar belə ki, hara gedirsə. Məsələn, Arzuman əmsal mənəm, qarəm, %100%. O Hayat mamam, bu Zapros. Deyə bilər ki, hə, bildim haradır. Taxta bulağı var, Tuşsuyun yuxarısında, dərənin döşündə. Taxta, amma Böyükcan kolu buranı elə kəsib ki, buralar açıq idi. Burada böyük bir dənə, o vaxtı 80-ci illərdə qəşəng qoz ağacı vardı. Yağın ki, yaşı keçib o məsələ. Bax, bu geriyə qayıdır. Bakıya tərəf, bulağıdan tərəf. Bax, buradan üzü belə yol gedirdi Sovet dövrü. Gör, bura nətər dolu. Gedirdi bir 40-50 metr sağ yuxarısında bulaq idi. Sonra o həmin cığır yol gedirdi. Uşaqlıqda bax, düz o dağın pik nöqtəsinə qədər gedirdim. İndi amma nətər gedək. Nətər deyəndə məcbur oldum. Soyuq silahımı götürüb vəhşi meşəyə girəm. Cığır. Canavarın, ayının, donuzun getdiyi yollarına. Bizim maşına oxşar yolu çok. Orada bir çəngə bağlamışmış. Buradan yol açılır. Qayıtdım, düşdüm bura. Taxtaya tərəf. Balda ağacı. Düşdüm, bax, bu yol. Yenə də yol. Qabağı təhlükəlidir. Soyuq silah əlimdə. Əhtorunun qılıncına oxşar qılınc əlimdə. Allah'a qurban olum, ilahi pərverdigarə. O qədər gözəl burada təbiət yaradıb ki, təbiəti görməmək, duymamaq, nə bilim, neynəməmək mümkün deyil. Bax, burayla bir növ o dövr. Düzdə 40 ildir, 30 il, 36 ildən azı. 38 ildir. Gəlmir. Buralar uçdu, su, yağış, qar. Gəlirdi burayla, bax, belə yol. Enli idi. Yəni, maşın da gedə bilərdi. Üzü belə gedirdi yuxarı. Buradan da yuxarıda taxta bulağımız vardı. Bir dəqiqə görüm, onu tapa biləcəm. Kiçik çay, damcılı bulaq var. Bu düzdür, indi yağış, su, qurun suyu artıb, buna görə ki. Buradan da bilmirəm, 50 metr, 100, 200, 300 dəyənmərəm. Yuxarı gedirdi, sal daşın 4-5 metr hündürlüyündə qayaya oxşar daşdan su damcılı bulaq deyildi o tərəfdə. Taxta bulaq bu tərəfdədir. Deyim görüm, onun gözü və yeri olsa tapa biləcəm. Bu çay gedir, tökülür Vəli çayına. Dəvəbatandır bu. Dəvəbatan yer tökülür Vəli çayına. Vəli çayda yer quru çayı tökülür. Quru çayda gedir Bala Bəhmənlidə, səhv etmirəmsə, tökülür Bəhməndə Araza. Deyim görüm, taxta bulaq dediyimizin bulağın gözünü tapacağım ya yox. Buralarda biraz təhlükəli pozisyon var. Bulağın gözü aşağı yuxarı məncə buralarda idi. Düzdür, 40 il az vaxt deyil, mən 40 ildə qabaq görmüşəm. İndi həmin, təbii ki, taxta bulaq deyəndə ağaçdan böyük ağacı kəsib, yonub, nov formasında bir bulağın gözünə qoymuşlar. Təbii ki, məndən də 40 il qabaq. Həmin şey bəlkə də 80 il qabaq, böyünə baxanda 70-80 il qabaq qoyulmuşdu. Bəlkə də çürüyüb gedib. Amma bulaq, bax, bulaq buralarda idi. İndi su qaynayır, çıxır burada. Amma bulağın gözü, taxtadan bir şey qalmayıb. Nə günə düşüb onu bilmirəm. Çürüyüb, məhv olub gedib. Bax, bu da belə. Bax, bunu yuxarı hiç. Yağış sel suyu gəlir, qaynayır. %100% deyirəm,
Taxta bulağın gözü buradaydı. Bax buradaydı. Taxta bulağın qoyulmuş taxta nov, ağaç nov. Bu gündən intervalindən göstərsən 70-80 il bundan qabaq düzəlmiş bir şeydir. Mən də onu axırıncı səfər 40 il qabaq görmüşdüm. Düz bu günə nisbətən 40 il qabaq. O da həmin ağac taxta çürümüşdü, zəifləmişdi. Ona görə də indi Azərbaycan xalqı bu yerlərə gəlmədiyi üçün, təmir etmədiyi üçün həmin bulaq çürüyüb, dağılıb, məhv olub getmişdi. Amma qəşəng moruq. Bax gördüyünüz bu çol-ços fason formasında bir şeyler var. Bunlar hamısı moruqdur. Malina. Yani Ruski yazışını, Rus dilli o bəzi məxluqlar var, Azərbaycanlı olub. Bunlar buna malina deyir, amma moruqdur. Bunlar hamısı moruqdur. İnşallah bir iki ay bunlar yetişər. Gəlib təkrarən bu moruğu yıxarıq. Taxta bulağın gözü və mənbəyi burada. Bu da təbii ki bu 40 ildə çürüdü, dağıldı, sel, yağış, qar, çoğun. Bulağın, bax görsən suyu qalıb. Amma təmir etsən, qassan, çıxarsan, salsan bir nova, boruya, bir nə bilim nəyə, gözəl bir bulaq yaratmaq olar. Xocavənd rayonu bura. Xocavənd rayonu Domu kəndi. Domu kəndinin 6-7 kilometrliyində olan Turşu bulağının ətrafı. Yuxarıda da bayaq qeyd etdiyim kimi bayaq dediyim kimi, bax burada bu çayın yuxarısında da böyük saldaş vardır. Yəni bir 2-3 metr hündürlüğe, torpağa bitişi, sağı solu, 2-3'ün sağa, 2-3'ün yuxarıya bir saldaşdır. Orada süz, indi gedərəm, bilmirəm neçə metr yuxarıdadır, 100, 200, 300 bilmirəm. Uşaq vaxtı çox getmişəm, damcılı bulaqlarda çox gözəl suyu var. Bu yol isə, o vaxtı yeri gəlsə Sovet dövrü maşın da gedərdi. Belə gedirdi, yer yuxarı çatırdı, sonra orayla belə dağın üstüyle düz bilmirəm 1-2 kilometr gedirdi, Yonqaça adlı yaylağımıza gedirdi. Bu Yonqaça yaylağı Yağlıvəndlərin yaylağı olub. Mənim məsəl üçün nənə tərəfim, atamın anası. Yəni atamın nənə tərəfi, qardaşları, dayıları, əmsi uşaqları, xalaş uşaqları ta işğala qədər hər yay gedərdilər o yaylağa, istirahət eləyib, özlərinin şəxsi mal heyvanlarını orada dincəldərdirlər. Buralar, bax bu qoz ağacı, bu indiyəcən yadımdadır. Bu yol, buralar boşluq idi, indi çol-çosdur. Bax burada üzü aşağı boşluq idi. Bax burayla da, bu qoz ağacının indi bir dənə xatirələrimi danışım. 85-ci ilin xatirələri. Biz burada yaylaqdıydıq. Bir dənə Füzulinin Filetov qəsəbəsi vardı. Oradan bir kişi, iki nəfərdə məndən o dövr həm yaşlı olan uşaq gəldi. Rus idilər milliyyətcə. Bakıda yaşayan idilər. Gəlmişlər Füzulinin Filetov qəsəbəsinə, qohum evinə yəqin ki. Əslən oralı idilər, amma Bakıda yaşayırlar. Gələn kişi, səhv etmirəmsə adı Yura idi, yadımdan çıxıb. Buralar açıqlıq idi, çol-ços yox idi. O Yura buradan paraşüt kəmərləri vardı belə. Qurmuşdu buradan yellənçək kimi, indiyəcən yadındadır. 85-in əhvalatıdır, 1985-ci ili. Yellənirdi belə. Uşaqlar da mən buraları tanıyan bir uşaq kimi bunlara hər zaman bələdçilik eləyirdim. Buraları neçə ildə bura gəlirdim bilirdim deyə. Bir gün nəsə yelləndik. Yura kişinin bir oğlu vardı. Bakıda yaşayan Rusuydu. O da uşaq bilmədi. Yellən nətərsə oldu, oradan budaq qırıldı. Bu adam gəldi, düşdü ora. Belə bir gülməli əhvalatımız oldu. İndi həmin dövrdə aşağı yuxarı buradan keçəməyəcəm, qaydım yuxarı. 40-41 il keçib o dövr. İndi buralar belə deyək də. O vaxtda buradan qəşəng yol gedirdi sağa sola. İndi yəsiz qalıb. Ermənilər buranı mənimsəyib, belə deyək. İşğal dövründə
özününkiləşdirmək istəyib deyə, insan gəlib getməyib deyə. Bu ərazi, ben görüm. Bak bu dediğim ərazi əsasən